Konus. Hər hansı müstəvi fiqurun nöqtələrini onun müstəvisinə aid olmayan nöqtə ilə birləşdirən bütün parçaların yaratdığı fəza cisminə konus deyilir. Müstəvi fiqura konusun oturacağı, həmin nöqtəyə isə konusun təpə nöqtəsi deyilir. Konusun təpəsindən oturacaq müstəvisinə endirilmiş perpendikulyara konusun hündürlüyü deyilir. Oturacağı dairə olan konusa dairəvi konus, təpəsi oturacağının mərkəzinə perpendikulyar proyeksiyalanan dairəvi konusa isə düz dairəvi konus deyilir. Dairəvi konusun təpə nöqtəsini oturacaq çevrəsinin hər hansı nöqtəsi ilə birləşdirən parçaya konusun doğuranı deyilir. Piramidanın tərəflərinin sayını çoxaltdıqca o konusa çevrilir. Düzbucaqlı üçbucağın bir kateti ətrafında fırlanmasından alınan cismə konus deyilir. Konusun oxu, doğuranı, oturacaq radiusu, oturacaq müstəvisi. Konusun doğuranı hündürlüyü və radius arasında L kvadratı bərabərdir. H kvadrat üstəgəl R kvadrat münasibəti doğrudur. Konusun ox kəsiyinin sahəsi S bərabər RH düsturu vasitəsilə hesablanır. Ox kəsiyi düzgün üçbucaq olan konusa bərabər tərəfli konus deyilir. L bərabər 2R. Konusun səthi onun yan səthindən və oturacaq dairəsindən ibarətdir. Konusun yan səthinin açılışı radiusu L olan dairənin müəyyən mərkəzi bucağına uyğun sektordur. Deməli, sektorun sahəsi elə konusun yan səthinin sahəsidir. Konusun yan səthinin sahəsi oturacaq çevrəsinin uzunluğunun yarısı ilə doğuranı hasilinə bərabərdir. S yan səth bərabərdir pi R L. S tam səth yan səthlə oturacağın sahələri cəminə bərabərdir. Tam səth bərabərdir pi R L üstəgəl pi R kvadratı və ya pi R vuraq L plus R. Konusun həcmi silindrin həcminin 1/3 hissəsinə bərabərdir. Və bərabərdir 1/3 S oturacaq vuraq H. Və bərabərdir 1/3 pi R kvadratı H. Düz konus və mail konus. Düz konus və mail konusun həcmi eyni düstur vasitəsilə tapılır və bərabər 1/3 pi R kvadratı H. Məsələn, əgər hündürlük 13 oturacaq radiusunda 13 qəbul etsək, həm mail konus üçün, həm də
düz konusu üçün həcmi hesablasaq eyni cavab alarıq.